Rahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed və ali Muhammed. Qardaşlar, yeni bir möcüzə göstərəcəm, amma bunu mən tapmamışam. Bunu videonu YouTube'dan ya Google'dan tapa bilərsiniz. Nədir? Bir qardaşımız tapıb, çox gözəl tapıb. Mən o cür insanlardan ilham alıram. Deyir ki, 19-cu surə Məryəm surəsidir. 19-cu surənin 57-ci ayəsini böyür-böyrə qoyanda nə görsənir? 1957. 1957-də nə olub? Dünyada sensasiya baş verib, hər kəs ondan danışıb. Sovet dövləti Sputnik adında aparatı göyə göndərib. Nə zaman? 1957-də. 1957-dən öncə heç bir insanoğlu heç bir şey göyə aparıb orada yerləşdirməyib. Uzaq başı ox atırdılar, ox da gedir, düşür, qayıdır, düşürdü. Deməli, gedib orada yerləşən, dayanan bir şey olmayıb. Tarixdə belə bir şey hələ ki yoxdur. Deməli, 1957-də baş verir bu hadisə. 19-cu surənin 57-ci ayəsi. Surənin nömrəsi Məryəm surəsi 19-cu surə, bu da ayə. Böyür-böyrə qoyanda edir 1957. Yaxşı, Məryəm surəsinin 57-ci ayəsində Allah nə deyir? Deyir ki, وَرَفَعْنَهُ biz onu ucaltdıq. Məkanən, o məkana ki, o əraziyə ki, əliyyən ucadır. Nə isə ucaltdığını bildirir. وَرَفَ ucaltdıq. Nə biz? وَرَفَعْنَهُ biz onu ucaltdıq. Məkanən əliyyən, uca bir yerə. Fikir verin, uca bir yerə nə ucaldıb ki, Allah Teala Sputnik adında aparatı insanların əli ilə 1957-də 19-cu surənin 57-ci ayəsi. Amma 56-cı ayəyə baxsaz görərsiniz söhbət İdrisdən gedir. İdris peyğəmbərdən. Bu demək deyil, bu düz deyilmiş. İndiyənə qədər müsəlmanlar yanlış anlayıb. Xeyr. Bu sadəcə olaraq Quran-ı Kərimin möcüzəsidir. Hər illər keçdikcə Quran-ı Kərim möcüzəsi ortalığa çıxır. Və indi fikir verin, eyni əqidə ilə biz baxsaq, necə baxsaq? Fikir verin. Allah kəlməsinin kökü lillahi kəlməsidir. Allaha məxsusdur. Lillahi. Lillah kəlməsində əsas kök hərflər ləm və hə hərfidir. Lillahi. Elhamdu lillahi. Həmd Allaha məxsusdur. Li burada məxsusluğu bildirir. Ləm və hə hərflər isə Allaha bildirir. Deməli, Allah kəlməsinin rəqəmsal dəyəri ləm və hədir. Ləm əbcəddə 30-dur, hə 5-dir. Deməli, Allahın rəqəmsal dəyəri nə ilədir? 35. Bəs onun 313, Allahın 313 əskər olacaq ki, onlar Mehdinin qoşununda gəlib dünyanı sülhlə, ədalətlə doldurmalıdırlar. Və onlar 6236 ayəli Quranı yer üzünə Həzrəti Mehdinin əmri ilə tətbiq eləməlidirlər. Yer üzü əmin-amanlıqda olmalıdır. Fikir verin. Allah və onun Quranı və onun Quranı tətbiq edənlər. Bunların cəmi neçədir? Cəmi budur. 6584. 6584 bunların cəmidir. İndi gəlin Allah kəlməsinə baxaq. Əlf əbcəddə 1-dir, ləm 30-dur, ləm 30-dur, hə 5-dir. Əlifba sırası ilə isə əbcəddə əlif 1-dir, əlifbada da 1-dir. Əbcəddə ləm 30-dur, əlifba sırasında 23-cü hərfdir. Ləm əbcəddə 30-dur, əlifba sırasında 23-cü hərfdir. Hə 5-in əbcəddə 5-dir, əlifba sırasında 27-ci hərfdir. Bunları biz bayaq dediyim qardaşın tapdığı kimi, indi mən öz icad elədiyim tapdığımı sizə göstərirəm. Böyür-böyrə qoyub baxanda artıq 30 və 23 demirik. Desək ki, 3023, 3023, 2 dənə 1-ə desək 11, 5 və 27 desək 527, bunların cəmi neçə eləyir? Yəni, Allah kəlməsinin 2 rəqəmsal dəyəri var. Əlifba sırası ilə, əbcəd sistemi ilə. Bunları böyür-böyrə qoyub. Bu cür hesablasaq 6584 edir. Yəni, bunların cəmi.
Allahın kitabı 6236, 313 onu tətbiq edən əsgərlər və 35 o kitabı göndərən Allah. Yəni bu rəqəmsal dəyərlər hamısı göstərir ki, həqiqətən hər bir şey Allah Taala'nın hesab və kitabındadır. Salam olsun sizlərə.